düşürdür düşmən ordusu. Əsgər qardaşların uca boyundan qorxuya düşürdür düşmən ordusu. Geriyə yol yoxdur, yalnız irəli açılan sabahlar gözləyir sizi, sevib sevindirir siz qəlbimizi. Yaşayın, var olun əsgər qardaşlar. Analar fəxr edir, bacılar sevir sizin qətlinizi bütün el bilir. Sevinçlə xalqında göz yaşın silir. Sevinin, şad olun əsgər qardaşlar. Yaşayın, var olun əsgər qardaşlar. Yaşayın, var olun əsgər qardaşlar. Ürək döyüntüsü, qəlb çırpıntısı, qaranlıq gecənin tez açılması, nurlu sabahların ışıq saçması sizin əlinizdə əsgər qardaşlar. Geriyə yol yoxdur, yalnız irəli açılan sabahlar gözləyir sizi, sevib sevindirir siz qəlbimizi. Yaşayın, var olun əsgər qardaşlar. Analar fəxr edir, bacılar sevir sizin qətlinizi bütün el bilir. Sevinçdən xalqımda göz yaşın silir. Sevinin, şad olun əsgər qardaşlar. Yaşayın, var olun əsgər qardaşlar. Yaşayın, var olun əsgər qardaşlar. Yaşayın, var olun əsgər qardaşlar. Bugün o bir valideyndir. Yetiştirdiği evladı ile gurur duyan, fəxr eden bir anadır. Siz tək değilsiniz. Sizin kədəriniz hamımızın kədəridir. İndi isə tədbirimizdə çıxış üçün sözü Qarabağ döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış qardaşımız Süleymanlı Nailin anası Təranə anaya verək. Nail hakkında bağışla. Bu kadar çetin olsa da altımızda yanımızda da duruyor. O kadar da gururluydu. İşte Nail. Çok sağ olun. Nerede? Təranə ana, Allahdan sizə səbir diləyirik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Məkanları cənnət olsun. İndi isə tədbirdə çıxış üçün sözü milli qəhrəmanımızın anası Lalə xanıma verir. Buyurun Lalə xanım, söz sizindir. Əziz həmvətənlərim, əziz Qaşqaçayımın gözəl balaları, anaları, ataları, hamınızı salamlayıram bugün. Nail balamızın ad gününə yığışmışıq. Onun qapısız, pəncərəsiz otağının başına yığılmışıq. Onun atasına, anasına Allah'tan rəhmət, can sağlığı diləyirəm. Özünə də Allah'tan rəhmət diləyirəm. Bütün şəhidlərimizə. Azərbaycanımızın nə qədər şəhidi var, hamısının anasıyam mən. Tək Cavanşirin yox. Çünki Cavanşirimin qanını bax bu gözəl balalar aldı. Vətənimizin o sınan qürurunu yerinə qaytardı. Çünki bu evlatların hesabına Qarabağ azad oldu. Prezidentimiz yuqarla yumruğunu kaldırdı göğe, balalarımızı döyüşe çağırdı. Balalarımız da necə lazımdır, öz hünərlərini, öz şücaətlərini göstərdilər. Qazilərimiz, şahidlərimiz, şəhidlərimizin şahidləri, onların qucağında neçə evlatlarımız can veriblər. Allah onlara can sağlığı versin. Mail burada iştirak eləyir. Mail'e Allah can sağlığı versin. Çünkü onların ölümünün, onların can vermesinin hamısının onların gözləri qarşısında olan işlərdir. Allah onlara can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Cavanşirimin qardaşlarına haq dünyada biz hələ buradayıq. Biz olmayın. Çünkü balalarınız əmin əllərdədir. Allah rəhmət eləsin onları, qəbirləri nurla dolsun. Onlar cənnət quşlarıdır. Allah onlara yerlərini behişt eləsin, atalarına, analarına da səbir versin, kəndimizin balalarına səbir versin, atalara, analara səbir versin. Çünki burada 19 şəhid yatır, 19 dənə can yatır, 19 ailə yatır. Biz onların hamısının yanında həmişə varıq. Həmişə can sağlığı arzuluyuruq.
Bax, bugün burada iştirak edən İcra Hakimiyyətinin birinci mavinin Vəfa xanım iştirak eləyir. Biz Musa müəllimə də salamımızı söyləyirik. Çünki o da iştirak eləyə bilmədi müəyyən səbəblərdən. Çünki işlər çoxdur. Yağışdan sonra çox fəsadlar əmələ gəlib rayonlarda, kəndlərdə, hamısında. Allah yenə də bizləri qorusun. Allah yerimizi, göyümüzü qorusun. Xatadan, bəladan hiss eləsin. İnşallah Allah Taala nə muradı varsa bu gözəl balalarımızı muradlarına çatdırsın. O nakan balaların da çata bilməyən arzularına bu balalar çatsın inşallah. Atalar, anaları baxsınlar, sevinsinlər balalarına. Biz sevinə bilmədik. Biz onların toyunu görə bilmədik. Allah sizlərin toyunu görməyə bizə qismət eləsin. Hörmətli kənd sakinləri, Daşkəsən cəmaatı, analar, bacılar, qardaşlar, hər birinizi mən də bu mərasimdə salamlayıram. Doğrudur. Şəhidlərimiz bayaq Lalə ana da dediyi kimi 30 il ərzində nə qədər şəhid verdik, nə qədər qan töküldü, nə qədər gənclərimizin arzusu yarım çıxdı. Amma şükürlər olsun ki, bugün başımızı dik tutmağa haqqımız var. Çünki əsrlərdən var, nəinki 30 il ərzində erməni işğalçıları, erməni faşizmi deyək, daha desək, doğru çıxar. Əsrlər boyu Azərbaycanın, Allah Taala'nın torpaqlarımızı işğal etməyə, neçə oğullarımızı qətlə yetirməyə fərman verdilər. Və bu 30 il ərzində də hər zaman əzəli əbədi torpağımız olan Qarabağa həsrətlə baxdıq. Lakin hər birimizə məlumdur ki, Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra Ulu Öndərin, Azərbaycanın dahi oğlu Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı əlbəttə ki, müstəqillik yoluna qədəm qoymuş dövlətimizin daha da çiçəklənməsinə anlığı sayəsində. Bütün bunların məcmusu olaraq ölkə başçımızın, Cənab Ali Baş Komandanın uğurlu siyasəti sayəsində, istər danışıqlar yolu ilə, müxtəlif dövlətlərdə, müxtəlif dövrlərdə keçirilən danışıqlarda aparılan sülh yönümlü sözləşmələrdə və lakin bunun sonu olaraq bu sözləşmələrə gəlməyən qəsbkarların son olaraq biz bütün qətnamələrə cavab olaraq öz sözümüzü dedik. Bu şəhid qardaşlarını anır və onlarla fəxr etdiklərini, qürur duyduqlarını bir daha dilə gətirir. Və hər birimizdə, bayaq qeyd edədiyimiz kimi, bu oğullar, bu mərdanə oğullar bir ailədə, bir kənddə, bir eldə, bir obada, bir yurtda doğulsalar da, ora aid olsalar da, amma bugün minlərlə Azərbaycan şəhidinin hər birisi, hər bir Azərbaycan vətəndaşının qəlbindədir, hər zaman xatirəsindədir. Bu xatirə uca tutulur. O qəlbdə o şəhidlərin əziz xatirəsi yaşayır, yaşayacaqdır. Bugün ölkə rəhbərliyi tərəfindən də məhz bu həssas qrupun bütün üzvlərinə, ailələrə, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına çox böyük sosial yönümlü layihələr həyata keçirilir. Bunların bütün, deyək ki, döyüş yolları izlənilir, dəyərləndirilir və şəhid ailələrinə, qazi ailələrinə çox böyük diqqət və qayğı göstərilir və biz bunun rayonumuzda da bariz nümunəsini görürük. Onu arzu edə bilərəm ki, hər birimiz Azərbaycanın, vətənin vətəndaşı olaraq harda olmağımızdan, hansı işdə çalışmağımızdan fərqli olmayaraq vətənimizə, xalqımıza, dövlətimizə daim arxa dayaq olan və öz işimizlə vətənə sədaqətlə xidmət edir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı diləyirəm və burada böyüyən körpələrimizə, bütün Azərbaycan xalqına, bugünkü kimi mavi səma, rahat həyat,
gözəl, səadət dolu günlər arzulayıram. Bütün ildən sonraki arzularınız çin olsun. Əziz şəhid anaları, başınızı dik tutun. Sizin başınızı əyməyə haqqınız yoxdur. Çünki siz elə qəhrəman, elə gözəl oğullar böyütmüsünüz ki, istər bu dünyada, istər xalq, millət, dövlət qarşısında, istərsə də Tanrı qarşısında sizin başınız hər zaman ucadır ki, siz torpağı, torpaq o vaxtı vətən olur ki, o torpaq bu torpağın üstündə gəzən vətəndaşın qanı ilə var olsun. Və siz buna layiq olmuşsunuz. Allah onun üçün sizin övladlarınızı da şəhidlik zirvəsinə seçdi. Hər zaman hər kəs şəhid ola bilmir. Şəhidlik böyük zirvədir. Böyük addır, böyük fəxarətdir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların Şəhidlik uca zirvədir. Şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı qarşısında böyük xidmətləri daima yaşayacaq. Vətən torpaq uğrunda şəhid olan oğullarımızın ailələri onlarla fəxr edə bilərlər. Çünki onlar müstəqil Azərbaycan xalqı üçün belə şücaətli oğullar, qəhrəmanlar böyüdürlər. Şəhidlər and yerimiz, qürur mənbəyimizdir. Heç doymaq olarmı qızıl səhərdən? Hər gün üz gözünə şəfəq yağırdı. Bu sakit güşədən, bu doğma yerdən onu cəbhələrə vətən çağırdı. Bilirsən nə qədər çətindir qardaş. Məzarın önündə təbrik söyləmək. Sağlığında sən edirdim təbrik. İndi bu təbriyi məzara demək. İndi necə deyim sənə qardaşım? Bax indi əlimdə çiçək dəstəsi. Yatdığım məzara doğru gedirəm. Gəlirəm yanına, toxunmaq olmur. Baş daşında olan rəsminə baxdım. O gözəl baxışın dəydi gözümə. Canlandı xəyalın, yaman darıxdı. Niyə belə oldu? Söylə qardaşım. Sənsiz bu dünyanın marağı yoxdur. Bacını görməyə gəlmirsən daha. Evimin sən adlı qonağı yoxdur. Bir insan köçürsə dünyada nəgər, sən elə bilmə ki, tək bir can gedir. Hər sönən baxışda saysız diləklər, hər kiçik tabutda bir cahan gedir. Böyük Məmməd Araz deyirdi, vətən mən oğul desə nə dərdim, mamur olub qayasında bitərdim. Vətən sən oğul dedi Nail. İnsan doğulanda ruhuna qonar. Bir ana sevgisi, bir vətən eşqi, sonra bir əbədi qanına hopar. Vətəni qorumaq, yaşatmaq eşqi. Oğullar gördük biz necə qüvvətli, bir elin, obanın xilaskarıdır. Nail də bir oğul elə qüvvətli, vətən üçün canının fədakarıdır. O elə bir igid, o elə bir nər, azadlıq uğrunda mərd dayanandır. Çətin döyüşlərdə göstərdi hünər, düşmənin yoluna od qalayandır. Şərəfli adını, uca adını, özü bəyan etdi bəşəriyyətə. Unudulmaz yaşar şəhid adını, əbədi yeritdi əbədiyyətə. Üç rəngli al bayraq sənin zəfərin, daim başın üstə dalğalanacaq. Qızıl hərflə yazdın tarix əsərin, həm özü var olub, həm yaşayacaq. Şəhid adı. Bütün adlardan uca, bütün rütbələrdən yüksəklikdə dayanan ad. Hər kəsə qismət olmayan bir yüksəklik. Bu ad yalnız Ulu Tanrı tərəfindən sevilib seçilənlərə qismət olur. Keçən günlərin heç birinin unudulmadığı kimi, şəhidlərimizin də heç biri unudulmayacaqdır. Yavaş yeri, asta dolan, bu torpaqda şəhid yatır. Çiçək deyil burada solan, qərənfildir, qanda batır. Minlərlə vətən oğlu ancaq bir amalla şəhid oldu. Ərazi bütövlüyünü bərpa etmək. Nəhayət, Ulu Öndər yadigarı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı, müzəffər ordumuzun şücaəti ilə 30 illik işğala son qoyuldu. Hər şəhid ömrü tariximizin qızıl səhifəsi oldu. Bir doğuldu, minlərlə könülün qonağı oldu. Qürurla anıldı. Yaddaşlara qızıl hərflərlə yazıldı. Onlar öz şərəfli ölümləri ilə dünya arzularını soyuq məzara apardılar. Yenidən doğuldular. Hər kəs onları tanıdı. Əgər şəhid varsa demək vətən var. Şəhidlər dünyada ən böyük haqdır. Ölümdən qorxmayın sizə oğullar. Ruhlar bu torpağı qoruyacaqdır. Anacan azala, sinəni dağla, oğlun şəhid oldu, başın dik saxla. Atacan üzülmə, vətən düşüb zülmə, oğlun şəhid oldu, mərd dur bükülmək. Anacan azala, sinəni dağla, oğlun şəhid oldu,
başın dik sakla. Atacan üzülme, vətən düşüb zulmə. Oğlunu şəhid oldu, mərd dur bükülmə. Geri oğlun gelmez, dertten üzün gülmez. Yaşayar kalplerde, şehitler ölmez. Saçına den düştü, zaman tez ötüştü. Yarın çağır gelsin, bu son görüştür. Saçına den düştü, zaman tez ötüştü. Yarın çağır gelsin, bu son görüştür. Anacan azala, sineni dağla. Oğlum şehit oldu, başın dik sakla. Atacan üzülme, vətən düşüb zulmə. Oğlun şehit oldu, mərd dur bükülmə. Ne haldayım yarim, tükenipdir halim. Beni koyup gittin, niye ay zalim? Çok ağırdır hasret, ana bağla elbet. Yarım mənsiz kaldı, sakla emanet. Çok ağırdır hasret, ana bağla elbet. Yarım mənsiz kaldı, sakla emanet. Anacan azala, asineni dağla. Oğlun şehit oldu, başın dik sakla. Atacan üzülme, vətən düşüb zulmə. Oğlun şehit oldu, mərd dur bükülmə. 30 illik hak davasında ölkəmizin bütün bölgələrindən olduğu kimi Qax rayonunun Qaşqaçay kəndində şəhid verdi. Vətən torpağı bütöv olsun deyə Qaşqaçayın mərd oğulları da döyüşdə qəhrəmanlıq göstərərək uca zirvəyə, şəhidlik zirvəsinə yüksəldilər. Bugün vətən uğrunda şəhid olan bütün oğulların, o cümlədən qaxlı igidlərin xatirəsini əziz tutmaq, onların keçdiyi qəhrəmanlıq yolunu tanıtmaq hər birimizin borcudur. Hələ uzun illər tarixi qələbəmizi, qəhrəman oğullarımızın şücaətini gələcək nəsillərə çatdırmaq üçün çoxsaylı kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Axı qəhrəmanlığımız hər gün vərəqlənməli, yada salınmalı, təkrar-təkrar oxunmalıdır. Çünki şəhid olmuş igidlərimiz nəsillərə örnək ömür yaşayıblar. Bu qələbəyə görə antiterror əməliyyatı zamanı xidməti borcunu layiqincə yerinə yetirən şəhidimiz Nail Süleymanlıya, şəhidlərimizə, əskərlərimizə və bir xalq olaraq onlara hər daim minnətdar və borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Subhan rabbika. Evet, güzeldi. Sağ olun, güzel çıkışın. Evet. Belki elə belə məsəl, belə yaşayıq mən.